Bu günlərdə ölkə gündəminin əsas danışılan mövzularından biri də və ən əsas mövzularından biri də Ramiz Mehdiyev məsələsində təqsirləndirilən, adı hallanan Əli Kərimlinin həbs olunması ilə bağlıdır və mən bu gün bu haqda danışmaq istəyirəm. Danışmazdan öncə onu bildirim ki, kanalımıza abunə olmağı, videonu bəyənməyi, paylaşmağı və fikirlərinizi rəy bölümündə bildirməyi unutmayın. Çünki bu bizim daha çox insana çatmağımıza ən böyük vasitələrdən biridir. Öncə onu xüsusi vurğulayım ki, mən Əli Kərimlinin həbs olunmasına qəti şəkildə pisləyirəm. Azərbaycanda kimliyindən asılı olmayaraq, hansı siyasi dəsti xəttə sahib olmasından, hansı siyasi fikirlərə, siyasi əməllərə sahib olmasından asılı olmayaraq, heç bir insanın ciddi dəlilsiz, sübutsuz, doğru dürüst məhkəmə aparılmadan həbs olunmasının qəti şəkildə əleyhinəyəm. Və mən məsələni şəxsləşdirmək istəmirəm, mövzuları fərdlər üzərindən aparmaq istəmirəm. Azərbaycanda bütün siyasi məhbusların azad olunmasının tərəfdarıyam və artıq siyasi məhbussuz bir Azərbaycan lazımdır bizə. Bunu bildirəndən sonra isə keçək daha geniş şəkildə, daha təfərrüfatlı formada bu haqda danışmağa. Öncə Əli Kərimli məsələsində, əgər Ramiz Mehdiyev ilə təqsirləndirilirsə, Əli Kərimli işbirliyində təqsirləndirilirsə və elə həmin işdə adı hallanırsa istintaq sürəcində ki, biz bunu belə oxuyuruq, belə görürük. Ramiz Mehdiyev bugün ev dustaqlığındadır, amma Əli Kərimli isə həbs qəti imkan tədbiri seçilib 2 ay yarımlıq formada. Amma bu mən başa düşə bilmirəm. Yəni Əli Kərimlinin həqiqətən də Ramiz Mehdiyevdən daha çox istintaqa mane olmaq kimi resursları, imkanlara sahibdirmi? Təbii ki, yox. Yəni bunu ağlı başında olan hər bir insan, biraz düşünən insan başa düşür ki, Ramiz Mehdiyevin həmin o təsir uşaqları daha çoxdur, nəinki Əli Kərimlinin. Ona görə də ən azından Əli Kərimliyə ev dustaqlığı belə verilə bilərdi. Amma nədənsə onun həbs olunmasını üstünlük tutdular. Bu zaten ev dustaqlığı verilsə də, həbsdə saxlanılsa da, bunun fikrimcə cəmiyyət üçün çox da önəm kəsb etmir. Ona görə ki, Azərbaycanlılar siyasətə çox yaxından maraqlanmır. Həm də ona görə ki, Azərbaycanlıların gözündə artıq Azərbaycan məhkəmələri ədalətli deyil, şəffaf deyil. Bizdə aparılan məhkəmə işləri, hüququn aliliyi kifayət qədər sual doğurur insanlarda, kifayət qədər şübhə yaradır insanlarda və məndə də bu şübhələr var zaten. Azərbaycan məhkəmələrində, Azərbaycan hüquq mühafizə orqanlarının nə qədər dürüst, nə qədər qanuni, nə qədər hüquqa uyğun qərarlar qəbul etdirilməsi haqqında mən açıq bir qədər şübhəliyəm. Və ona görə də çıxarılan qərarlarla bağlı mənim net olaraq bu belə olmalıdır deyə bir fikrim yoxdur. Əli Kərimlinin həbs olunması Azərbaycan siyasətində siyasi həyatına çox da mən inanmıram ki, böyük bir təsir etsin. Doğrudur, mən özüm Əli Kərimlinin siyasi addımlarını, onun siyasi baxışlarını, onun siyasi əməllərini, siyasi qərarlarını dəstəkləyən bir insan deyiləm. Amma bu ona rəva vermir ki, mən onun həbsini dəstəkləyim. Siyasətdə fərqli yanaşmalar, fərqli baxış bucaqları olur. Bu insanların hamısının xain olması, bu insanların hamısının satqın olması anlamını da vermir axı. Əli Kərimlinin yetərincə səhv addımları ola bilər, yanlış qərarları ola bilər, yanlış ətrafı özünə seçə bilər, amma o insanın həbsdə qalmasının əsası deyil. Məsələn, elə onun yanlış ətraf mövzusuna gəldikdə artıq buradan bir mövzu ortaya çıxdı. Gültəkin Hacıbəyli mövzusu. Məsələn, Gültəkin Hacıbəyli hamı bilir ki, hökumətin ən qatı dəstəkçilərindən biri olub. Həm elə YouTube-da, həm Facebook'da siz o videoları bəlkə də görmüşsünüz və yaxud da istəsəniz görə bilərsiniz. Onun 2010-cu ilə kimi necə İlham Əliyev hakimiyyətini dəstəklədiyini, İlham Əliyevin hətta seçki kampaniyalarında aparıcı figurlarından biri idi. Hətta onun bu yaxınlarda bir videosu yenidən gündəmə gətirildi. Ramiz Mehdiyev haqqında deyirdi ki, kim Ramiz Mehdiyevi tənqid edirsə, onu bəyənmirsə, o bu ölkənin, o bu vətənin düşmənidir, vətən xainidir və s. və ilaxır. Təsəvvür edin, haradan haraya. Və dünən, məcazi mənada, yəni dünən,
dünən bu iqtidarı dəstəkləyən, dünən Ramiz Mehdiyevə söz atanları dövlət düşməni, vətən xaini adlandıran insan sonradan gəlib oldu müxalifətin az qala başçısı və digər müxalif özü kimi düşünməyən insanları xain adlandırmağa, satqan adlandırmağa, bəli deyə bilərsiniz ki, bir insanın keçmişində kifayət qədər səhvləri ola bilər, o bundan dərs çıxarıb ondan sonra yaxşı bir insana çevrilə bilər, dürüst bir insana çevrilə bilər. Amma mən düşünmürəm ki, bu istisna hal Gültəkin Hacıbəyli üçün keçərlidir. Çünki onun siyasətdə ola-ola özləri kimi düşünməyən insanlara atdığı çamurlar, atdığı böhtanlar, onlara haqqında olan qara kampaniyaların ən başda gedən kimi iştirak etmələri həmin insanların heç də dürüst niyyətli olmasını demək deyil. Həmçinin də mənim gözümdə Gültəkin Hacıbəyli heç də dürüst siyasi fiqur deyil. Bu yaxınlarda elə o da Türkiyədən deportasiya elətdirilib Ramiz Mehdiyev məsələsində. İndi görək onun axırı hara bağlanılır, onun axırı hara çıxır. Mən o haqda Əli Kərimli məsələsindən fərqli olaraq Gültəkin Hacıbəyli məsələsi haqqında nəsə danışma niyyətində deyiləm. Cəmil Həsənli məsələsi elə məsələn. Mən Cəmil Həsənlinin bir tarixçi kimi, bir akademik kimi hörmət edirəm. Hətta kitablarını da oxuyuram. Mənim şəxsi kitabxanamda hətta Cəmil Həsənlidən kitab da var. Onun məqalələrini də ara sıra vaxt edəndə oxuyuram. Və onun tarixçi kimliyinə, onun akademik kimliyinə hörmətim var. Amma mənim gözümdə Cəmil Həsənli bir siyasətçi kimi uğursuz, çox da siyasətdən anlamayan, bir qədər də yaşlı nəslin davamçısı olan bir insandır. Amma Cəmil Həsənlinin mən dünən Meydan TV-də verdiyi müsahibə haqqında bir-iki kəlmə demək istəyirəm. Və o müsahibədə bildirir ki, Salih Rüstəmliyə FSB təzyiq göstərdi ki, Əli Kərimli Rus-Ukrayna müharibəsində Ukraynanı dəstəkləməsin. Həqiqətən də mən indi bunu danışanda belə görürsünüz ki, gülümsüyürəm. Çünki gülməli bir bu əhvalatdır. Əgər real əhvalatdırsa da gülməlidir və çox ciddi şübhələr əmələ gəlir buradan. Yox, bu yalan əhvaladdırsa da həqiqətən yaxşı zarafatdır. Yəni, Əli Kərimlinin, tutaq ki, Əli Kərimlinin Ukraynanı dəstəkləməsi FSB-ni, Putini bu qədər narahat edirsə, FSB və Putin hakimiyyəti niyə gedib Salih Rüstəmliyə təzyiq göstərsin? Yəni, başqa birisi yox idi mı Rusiyada? Və yaxud da ki, Rusiyada cəbhənin başqa bir üzvü yoxdur. Təkcə elə Salih Rüstəmli var. Orada bir cəbhəçi və onu bilib, onu görüb, ona gedib yaxınlaşıblar. Və yaxud da ki, FSB-nin Salih Rüstəmliyə yaxınlaşması özü biraz belə, bəlkə də Cəmil Həsənli bunu danışmasa daha yaxşı olardı. Bunu danışması əksinə Əli Kərimlinin işinə mənfi təsir edəcək ki, müsbət təsir etməyəcək. Mən belə düşünürəm. Çünki mənə görə bu məsələ gülməli məsələdir ki, FSB-nin kiməsə təzyiq etməsi ki, Əli Kərimli durub Ukraynanı dəstəkləyir. Yəni, Əli Kərimlinin Ukraynanı dəstəkləməsi Putini nə qədər narahat edə bilər ki? Və yaxud da ki, niyə narahat etsin ki, ümumiyyətlə? Yəni, Əli Kərimli Azərbaycanda iqtidar deyil. Heç Azərbaycan iqtidarının Ukraynaya göndərdiyi humanitar yardımlar və s. kimi siyasi mesaj kimi olan dəstək formasında bu heç mən inanmıram ki, Putini bir o qədər də narahat edir. Nəinki Azərbaycanda 2-3 min like gələn bir Facebookda yazı paylaşan bir müxalif partiya və yaxud da ki, YouTube'da 10-15 min və yaxud da ki, 100 min baxışı olsun bir müxalif lideri, müxalif partiya sədrinin çıxışı niyə Facebook Putini narahat etməlidir? Siz özünüz iqtidarın əlinə necə deyərlər, rıçaqlar verirsiniz, siyasi alətlər verirsiniz ki, onlar bunun üzərindən sizə hücuma keçsinlər. Bunu mən izləyirəmsə, mən bu izlədiyim haqqında düşünürəmsə, təbii ki, iqtidar tərəf də bunu izləyir, analiz edir, sizin hər bir kəlmənizi. Mən Cəmil Həsənli, siz hörmətli akademik, siz onu danışmasaz bəlkə daha yaxşı olardı. Nəinki danışıb o cür böyük siyasi səhv buraxmaqla. Əgər izləməsinizsə, mən sizə də tövsiyə edirəm, dünən Meydan TV-də yayımlanan Cəmil Həsənlinin müsahibəsini gedin, diqqətlə izləyin və bu həmin hissəyə xüsusi diqqət edin. FSB Salih Rüstəmliyə təzyiq göstərib ki, o ölkəni ona görə tərk edib, FSB təzyiq göstərib ki, Əli Kərimli Ukraynaya dəstək olmasın. Yəni, amma mən dəqiq xatırlayıram, bir ay bundan öncə mətbuatda elə belə bir yazı getmişdi ki, Salih Rüstəmli bacısı qızının yas mərasiminə görə, mən yanlış xatırlamıramsa, bacısı qızı idi, yas mərasiminə görə Azərbaycana gəlibmiş və Azərbaycanı tərk etmək istəyəndə onun ölkədən çıxış qadağasının olduğunu öyrənib.
Yaxşı, bir tərəfdən deyirsiniz ki, Salih Rüstəmli FSB-nin təzyiqi ilə üzləşdiyi üçün Rusiyanı tərk edib Azərbaycana qayıtmışdı. Amma bir ay bundan öncə elə demirdiniz. Bir ay bundan öncə deyirdiniz ki, yas mərasiminə gəlib və o hətta təkrar Rusiyaya qayıtmaq istəyəndə sərhəddən çıxış qadağasının olduğunu fərqinə varıb. Yaxşı, bunlardan hansı biri doğrudur? Beləsi də bərbaddır, işin necə deyərlər, o tərəfi də bərbaddır. Yəni bunu danışmaq bu çox böyük siyasi səhvdir. Və yaxud da ki, Gültəkin Hacıbəyli 3 ay bundan öncə sentyabr ayında qeyd edirdi ki, mən oğlumun yanına müvəqqəti gəlmişəm. Amma indi deportasiya olunanda qeyd edirdi ki, mən burada 2 illik oturum almışdım. Yaxşı, siz 2 illik oturum almışdınızsa, onda sentyabrda niyə, oktyabrın əvvəllərində niyə boy-boy yazır? Oktyabrda yazırdı, üzr istəyirəm. Oktyabrda yazırdı ki, mən sentyabrda gəlmişəm, oğlum tələbədir və ondan müvəqqəti burada gəlirəm. Mən zaten birazdan qayıdacağım Azərbaycana. Yaxşı, 2 illik oturum onda nəyə lazım idi? Bunlar kifayət qədər şübhəli məqamlardır. Əli Kərimlinin ətrafında baş verənlər. Mən indi bu haqda danışıram. Bəlkə də sizlərdən kimsə bu videonu izləyəndə altda yaza bilər ki, baxın, bu da bizə qara yaxır və yaxud da ki, bu hökumətin propagandasında iştirak edir. Bilmirəm bu videonu izləyənlər məni nə qədər tanıyır, necə tanıyır, amma mənim həm Facebook sosial şəbəkəmdə, həm YouTube kanalımda, həm TikTok kanalımda videolarımı izləyə bilərsiniz. Və mən Azərbaycanda Azərbaycan iqtidarını ən sərt formada tənqid etmə cəsarətinə malikəm. Mən Azərbaycanda hüquq mühafizə orqanlarının bu və yaxud da digər problemli işlərini, özbaşınalıqlarını, yanlış qərarlarını tənqid etmə bacarığına malikəm. Mən buna mənim cəsarətim yetir və həm də Azərbaycanda müxalifət adlanan bir qrup şəxsi tənqid etmə cəsarətim də var. Ola bilər mən linç olunub, kütləvi olaraq orada nəsə nifrət nitqinə məruz qoyasınız. Bu məni narahat etmir. Əsas odur ki, mən bugün danışıram, həm Azərbaycan iqtidarının problemlərindən danışıram, həm də Azərbaycanda müxalifət özünü adlandıran bəlli qruplar haqqında danışıram. Mən bir gənc siyasətçi kimi bunu danışmağa özümdə bir sıxıntı hiss etmirəm və bu məni narahat etmir. Əli Kəmli məsələsinə bir qədər də toxunum, bir qədər də qayıdım, sonra yekunlaşdırarıq. Əli Kəmli məsələsində bizə göstərilən dəlil sübutlar haqqında da bir qədər evindən siyirmədən tapılan Ramiz Mehdiyevin Rusiyaya göndərdiyi məktubun ilkin güya ki versiyası tapılıb. Təbii ki, mən buna inanmıram və nə qədər Azərbaycanlı buna inanır. Ey hökumət, ey hörmətli Yeni Azərbaycan Partiyası iqtidarı və bu işi aparanlar. Yəni doğrudan siz inanırsınız ki, insanlar bunu görüb, bunu dəlil sübut kimi qəbul edir? Yoxsa o troll profillərin yazdığı dəstəkləyici mesajlardan, rəylərdən ilhamlanırsınız? Mənim 27 yaşım var, bəli, bu yaş əslində çox deyil. Amma bu yaş bu cür nağıllara inanacaq qədər az da deyil. Təbii ki, o göstərilən dəlillər, sübutlar, dırnaq arası dəlillər, sübutlar inandırıcı deyil. Şəxsən mən inanmıram və mən əminəm ki, bir çox Azərbaycanlılar inanmır. Bunun şou olduğunu, bunun haqsız, ədalətsiz olduğunu fərqindədirlər. Və mən təklif edirəm, əgər həqiqətən də Əli Kərimlinin, bunu siz bilməlisiniz, dövlət sizsiniz, dövlət mən deyiləm. Mən bir sıradan gənc, Azərbaycanlı bir gənc, siyasi fəal, gələcəkdə prezident olmaq istəyən bir insanım, bir gənc siyasətçiyəm. Amma dövlət sizsiniz, sizin əlinizdə hər cür resurs var, sizin hər cür imkanlarınız var. Buyurun, çıxarın cəmiyyətə adekvat, doğru, dürüst dəlillər nümayiş etdirin və biz ondan sonra inanaq. Əgər varsa nəsə, təkrar edirəm, əgər varsa. Yoxdursa onda xahiş edirəm, bizi bu nağıllarla yormayın, bizi bu mənasız, absurd səhnəciklərlə yormayın. Nə vaxta qədər insanlar həbs olunacaq? Nə vaxta qədər hər yazan, hər danışanı siz elə tutub göndərəcəksiniz həbsxanaya? Bu işlərin bir sonu olmalıdır. Ölkədə müxalifət lazımdır. Ölkədə müxalifət olmalıdır. Müxalifət olmayan ölkələrin sonu mən burada qeyd etmək istəmirəm hansı ölkələrdir. Və sonra da bunu mənim əleyhimə istifadə edəcəksiniz. Bilirəm, yaxşı tanıyıram sizi. Ona görə də ehtiyac yoxdur, amma siz başa düşürsünüz. Mən əminəm ki, siz başa düşürsünüz və bunu izləyən videolarını izləyən insanların da əksəriyyəti başa düşür mən nə demək istəyirəm. Sivil müxalifət olmalıdır ölkədə.
Və bu gün ölkədə olan heç bir siyasi partiyanın mən açığı hər hansısa bir çevriliş cəhdini, hər hansısa bir çevriliş çağırışını mən şəxsən görməmişəm. Mənim şəxsən qarşıma çıxmayıb. Amma xırda bir status yazan kimi, kimsə ilə bir video çəkib danışan kimi ona təzyiqlər, ona baskılar, ona həbs etmələr, artıq buna son verilməlidir. Artıq bu bitməlidir. Təkrar edirəm. Əlinizdə dəqiq, adekvat, dürüst maddi dəlillər varsa və yaxud da ki, səs yazıları və yaxud da ki, hansısa bir çəkiliş kadrlar, yəni sübutlar varsa, çıxarın meydana, ictimailəşdirin, Azərbaycanlılar da görsün. Biz də bilək ki, bəli, həqiqətən də Azərbaycan hüquq mühafizə orqanları bugün Azərbaycan siyasi sferasını təmizləyir, bugün Azərbaycan siyasi elitası təmizlənir. Hər şey normallaşır. Mən onda bu işi, prosesi dəstəkləyərəm, amma mən bugün gördüyüm o deyil. Bugün insanlar yenə şərlənir. Yəni həqiqətən Əli Kərimli o qədər, yəni mən ifadə etmək istəmirəm. O qədər mənasız, o qədər aşağı düşüncəli bir insan idi ki, o məktub hələ evində saxlayacaqdı və siz də gedib onu tapacaqdınız orada. Yəni dövlət çevrilişini cəhd etmək istəyən bir insanı buna suçlayırsınız, Əli Kərimlini, və həmin insan siz düşünürsünüz ki, o məktubu evində saxlayacaq. Bu dəhşətdir. Yəni bunu düşünmək, bunu cəmiyyətə yedirməyiniz belə ayıbdır. Ayıbdır. Və bunu mən hətta özümə hörmətsizlik hesab edirəm Azərbaycan hökuməti tərəfindən ki, siz mənim haqqıma girirsiniz hal-hazırda. Mən açıram bir saytı ki, oxuyum, görüm nə maddi sübut nə adlandırırlar. Görürəm ki, gülməli bir maddi sübut. Özdə mətbuat orqanlarından biz bunu oxuyuruq. Və işin bərbad tərəfi də odur. Dövlət orqanları çıxıb açıqlama verməlidir. Bu həssas məsələdir. Dövlət çevrilişinə cəhddə kimisə ittiham etmək, kimisə xarici kəşfiyyat orqanlarına işləməkdə ittiham etmək, bu kifayət qədər ciddi məsələdir. Elə hər kəsi yeriyəni, qaçanı, gəzəni, elə kimi harda gördünüz, kimi necə gördünüz, kiməsə calanmaq, sən filan kəşfiyyat orqanına işləyirsən, sən filan məmura işləyirsən, sən filan vaxtı filan, belə olmur. Bu ciddi məsələdir. Burada söhbət insan həyatından gedir. Burada söhbət cəmiyyətin siyasi həyatından gedir. Burada kütləvi həyatlardan söhbət gedir. Çünki o partiya sədridir və o partiyanın da elə sizin Ədliyyə Nazirliyinizin təsdiq etdiyi ən azı 5000-dən qədər üzvü var. Ən azı dövlət qurumunun, Ədliyyə Nazirliyinin təsdiq etdiyi partiyanın sədridir. Sədri funksiyasını daşıyıb. İndi onu sədr kimi dövlət tanımasa da, indi o başqa bir mövzudur. Amma faktiki həmin partiyanın dövlət qeydiyyatından keçib, dövlət registriyasından keçib qanuni, rəsmi partiyadır. Və siz həmin onda o liderini xarici kəşfiyyat orqanlarını işləməkdə ittiham edirsiniz. Mən ümid edirəm ki, Azərbaycan məhkəmələri bundan sonra heç olmasa daha şəffaf, daha dürüst və ictimaiyyətə daha açıq fəaliyyət göstərəcək və biz müxtəlif mənasız media orqanlarından yox, dövlətin ali qurumlarından və vətəndaşına hörmət edən iqtidardan, vətəndaşına hörmət edən sözü özü də bir qədər yad çıxdı, amma ən azından mən ümid edirəm ki, hörmət edəcəklər bizə və bizə olan hörmətiniz varsa zərrə qədər çıxın, açıqlama verin rəsmi şəkildə və dəlil sübutları əsaslandırın. Əsaslandırın, biz bilək söhbət nədir. Əgər əsaslandırmayacaqsınızsa, kiminsə həyatından bir neçə ay belə kəsməyə dəyməz. Hələ mən illəri demirəm. Ümid edirəm ki, tez bir zamanda bu şou başa çatacaq və Azərbaycanda siyasi məhbus problemi birdəfəmlik həll olunacaq.